Goranboyda 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş Milli Qurtuluşdan Zəfərə gedən yol adlı konfrans keçirildi. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri, şəhid ailələri, ziyalılar, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək daha şəxsiyyət nəzr xatirəsində ehtiram yad etdilər. Tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. İştirakçılar ümummilli liderin zəngin dövlətçilik irsini əks etdirən kitab və rəsm sərgisi ilə tanış oldular. Siyasi fəaliyyətini əhatə edən kitablarımız bu günlərimiz sərgiləmiş. Daha sonra ümummilli lider və şəhidlərimiz nəzr xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Milli Qurtuluşdan Zəfərə gedən yol adlı video çap nümayiş olundu. Ulu Öndərin quruculuq missiyası onun Azərbaycana rəhbərliyinin ikinci dövründə də davam etdi. 1993-2003-cü illərdə Azərbaycanın yeni tarixini yazan Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf yoluna çıxartdı. İqtisadiyyatı tənəzzüldən qurtardı. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə əldə olunan ictimai-siyasi sabitlik, dövlət quruculuğu prosesləri, sosial-iqtisadi inkişaf və Azərbaycanın tarixi zəfərini aparan yol barədə geniş məruzə nitqi ilə çıxış etdi. Çıxış edən Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının sədri Samir Qocayev, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, Qərbi Azərbaycan icmasının Goranboy rayonu üzrə nümayəndəsi Ülfət Həsənov və tarixçi, fəlsəfə elmləri doktoru Gündüz Hacıyev, Yeni Azərbaycan Partiyasının veteran üzvü Əzra Haşimova, Milli Qurtuluşdan başlanan inkişaf yolunun xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil etdiyini qeyd edərək, bu gün Azərbaycanın yeni inkişaf mərhələsində inamla irəliləməsi sayəsində regionun aparacı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirdiyini bildirdilər. Daha sonra yubiley yaşları ilə əlaqədar rayonun sosial-ictimai həyatında fərqlənən ziyalılara Goranboy rayon icra hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi. Həmçinin Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə üzvlük vəsiqələri verildi.